İndi bir dənə iş var burada. Doğrudan da bizim meyxanamız gözəl keçir. Mən beğenirəm. Nəyə görə beğenirəm? Xiridarlar var, qulaq asırlar. Bu meyxananın da bir dənə işi var ki, indi bu xiridarlar mən deməsəm də bilirlər. İndi ola bilər kimsə xiridar da onlara görə deyirəm. Çünki videoda çəkir, hələ buna baxacaqlar, qoy onlar da bilsinlər. Şərt deyil ki, mən yaxşı söz deyirəm, mənim üçün əl çalsınlar. Burada meyxananın elə bir incəlikləri var ki, deyir ki, maşın gərək çəpərə yaxın dayansın. Maşın gərək çəpərə yaxın, ya məsələ dayansın, ya dayandı. Belə bir, məsəl üçün, mövzu gedir də burada. Ancaq, belə bir mövzunu gərək hamımız diqqətlə izləyək. Nəyə görə izləyək? Çünki biz əgər adımızı xiridar qoymuşuqsa, özümüz, məsəl üçün, eləmə özümdən, məsələn, sənətkarıq. Mən sənətkar söz xiridar, əgər bu aləmə qalsa, biz gərək elə söz çıxartıq ki, həqiqətən maşın gəldi, çəpərə yaxın dayandı. Və burada məna var, maşın gəldi, çəpərə yaxın dayandı. Deməli, elə deməliyik ki, yəni orada doğrudan da o rədif var axı, dayandı, çəpərə yaxın dayandı. Çəpərə çox yaxın dayandı. Ay sağ ol da, dayandı, çəpərə yaxın dayandı. İndi burada, bax görürsünüz, vallahi sizə bu atılan bir sözü var, İzran, ay İzran, atılan bir sözü var, deyir, dava deyir, uzaqdan baxana xoş gələr. Vallahi siz bizdən uzaqsınız, amma siz bizim qəlbimizə girsiniz. Vallahi siz onda bilərsiniz, biz nə çəkirik. Qafiyə asılır burada, qafiyədir. Biz o oxuyan kimi, çalan kimi əzbərdən gəlməmişik, biz bədahətən deyirik. Burada gör, biz nə qədər əziyyət çəkirik. Qafiyədir də, bir dənə də ola bilər, buradan bir dənə oğlan dursun, məsəl üçün bir dənə yerdən qafiyə versin. İndi oğlan qafiyəni verir, amma bunu demək lazımdır. Deyən də kimdir? Bizik. İndi bizi də man tutmuyor heç vaxt ki, yəni man köhnə dedim, yəni eyib tutmuyor. Ki biz ola bilər səhv deyərik, ucuz deyərik, baha deyərik. Çünki bu bədahətəndir. Bədahətəndir. Çünki mən evdən gələndə fikirləşməmişəm ki, mən gedib zirədə nə deyəcəkəm. Mənə Allah nə verir deyirəm. Bax, görürsən, məsəl üçün, Aydın gözəl, Meysalı gözəl, Ələkbər gözəl. Ancaq mən qeyri gözəl. Sən gözəllər gözəl. Yəni, bu fərqdən asılıdır. Bu, heç vaxt biri-birinlə, bir günlər biri gəldi mənim yanıma. Dedim, eşədə spora girmişəm biri ilə. Sən udmalısan. Dedim, yox. Qardaş, mən nə qədər özümdən ərxəyin də olsam, mən... Həmişə olmuşsan əzəl. Hə, sağ ol, danışdın gözəl. Dedim, yox, qardaş, mən getməyəcəm o spora. Siz gedib nədənsə mən çalışmışsınız, mən xeyr ola gedim. Gedmədim, çünki bu Allahla əlaqədə olan təbdir. Və bir də görürsən, bir dənə qafiyyə yaxşı deyirəm. Bir də görürsən, bir dənə qafiyyə pis deyirəm. Ya, məsəl üçün, Ələkbər bir dənə qafiyyə yatır. Bir dənə qafiyyə ancaq hamımıza batır. Ancaq adam var, yeri gəldi, nəyə görə özünü satır. Adam da var, yavaş-yavaş bizə çatır. İndi bunlar cürbə-cürmə də. Yəni ki, bu meyxanə meclisidir. Siz də inciməyin bizdən ki, yəni, ay, məsəl üçün, Mirsadır, mən səndən neysə gözləyirdim, deyə bilmədim. Çətindir, qardaş, çətindir. Mən ölüm, bax, bayaqdan fikir verirəm. Yəni, bayaqdan deyəndə ki, hələ buraya mən məclisə girəndən, adam var idi orada, ləzzətli bizi qarşıladı. Adam var idi orada ki, mən fikir verdim, bir kəlməni dalbadal düzüb başa deyə bilmirdi. Hələ adi danışırdı. Yəni ki, qardaş, bu çətin şeydir. Vallahi qıraqdan baxan elə bilir ki, güya bizim cansatdır, mən ölüm çətindir. Burada qafiyələr var, fikri tap, qafiyələri qoş, sözü tap, cavabını ver. Qaş bula var. İndi mən nəyin üstünə götürdüm? Yəni şimdi başlayayım da nə dərəcədə oldu? Yəni nə dərəcədə oldu deyə başlayayım. Nə edirsən, etkinlər, məclisi xoş gəlsin. Sağ olun. Bir günlər bir dənə düşdüm məclisə, belə gördüm ki, bu meyxana deyəndə təzə çıxıb meydana. Mənə də gəlirlər, burada deyirlər ki, bu qulağıma. Kimməşidir? Uşaqdır ya, gör nə inəyərsən, filan beş mekan. Görmə onu nə inəyərsən. Mən onda onun acizliyini bildim o insanın ki, o söz gərək mənə deməyəydi. Çünki o cavan uşaqdır. Necə yəni, görməşid nə inəyərsən? Adam acizlə deməz də, adam bilsən kimi ilə deyər, ümumiyyətlə meyxana yox ha.
Adam vəbşi bilirsən kiminlə çıxar meydana, ümumiyyətlə həyatda. Özündən razı oğlanla. Görürsən kimsə piyanolu əlini vurmuş şişəyə sındırır şişəni. Şişəni sındırmaya nə var? Hünərin var vur əlbi duvara, duvarı sökkünə. Bu var. Mən oğlana dedim ki, ged otur yerində, çox sağ ol. Gəldim dedim mənəm onu bağlı, sıx yine. Mən nəyə görə sıxım? O təzə çıxıb meydana. Bu elə olsun da. İndi bugün mənəm mən. Məsəl üçün bilirsən ki, yəni mənəm. Bəlkə mən qoydum başımı bugün öldüm. Qoy olsun da mənim dalımcamda. Sonra kim deyəcək sizin toylarınızda meyxana? Yəni odur ki, nə qədər Azərbaycanda meyxana deyən var, hamısı bizimdir. Bunları hamısını alqışlamaq lazımdır. Hani? Bir də 5 tane gələr. Mürsada Allah canını sağ olsun. Aydın Allah canını, Ələkbər Allah canını. Bəs nəyə görə getmək? Seçili bu uşaqlar ki gelib də, bunlar da yaşlı çıxıblar gəldi. Sən onu bilən mənə ki, bəs mən... Bunlar sündələr çalmaya lazımdır ki, halal olsun uşaqlar bu anda Məsələn, o Abşikov salonda əldə. Mən nəyə görə getmənimdə gəlsinlər? Mənə dəvət elədilər, gəl otur günən jüridə. Yarışmazdı sana vur giderdi. Mən orada getməzdim. Ömür boyu atam da mənə deseydi ya, nəyə ki oranın dəvəti. Getməzdim. Nəyə görə getməzdim? Çünki orada düzgün meyxana olmadı. Bir şey ki ya, baxışda mən ev tapşırığı olsun. Get sənin üçün yazsınlar, yaz, gəl. Söhbətdə əlimə yeridir. Mən orada getmədim. Yeridir. Odur ki, meyxana. İndi qulaq asın bir də. Aysa, qulaq asın. Meyxana bədahədən olar. Bədahədən. Meşədə evdə qafiyyə sinirlə getdi meyxana. Əri, əgər bunu kim bacarırsa, bədahədən düzün. Əgər yoxdur, ucuz da olar. Bilərik ki, bədahədəndir. Bir də var ki, gəlsin otursun, dünəndən fikirləşib, 88 il bundan qabaq fikirləşib, kimsə yazıb onun üçün gəlsin, desin, o yüzden meyxana olmur. Meyxana bədahədən. Bax, səhərdən burada mənim dediyim meyxanalar var, hamısı bədahədəndir. Ola bilər bir iki dənə arada necə düşüb yazma, hansı bir qafiyə uyğun söz işlətmişəm. Ancaq məndə bədahədən. Meyxana da belə olmalı. Məndən gələn Bilmirəm, bizdə sözdə mən danışırım. Yatırdım da sonra aylar.